Girdik buraya, ışığı yandırdıq. Baxın, bu da bizim mətbəximiz. Mətbəxdir bu da. Mən bu mətbəxdə istirahət edirəm, dostlar. Çox sevirəm mətbəxi, həmişə deyirəm, yəni ki, çox sevirəm mətbəxi mən. Baxın, görürsünüz, bu bizim mətbəximizdir, dostlar. Hər bir şəraiti var. Suyu, qazı, hər şeyimiz var da, yəni burada. Çox şəraitli, hər şeyin qurmuşam da, yəni ki. Gedək yataq otağına. Yaxşı, bəs yataq otağı. Əsas o deyil. Hə, bura örtüm, yaxşı. Oldu, yaxşı. Hə, bu da girdik indi yataq otağımıza, dostlar. Bu da bizim yataq otağımızdır. Baxın, bu yükdür. Yükdür, bu bizim yükümüzdür. Bu Nigarın yüküdür. Hə. Bu da belə bir, yuxarıda da yük var, görürsünüz. Orada dırmaşmışam, az qala yıxılmışam məsəl üçün. Baxın, bu bizim evimizdir, spalnimizdir, görürsünüz. Bəzi adamlar, kör olmuş adamlar bizim haqqımızda. Mən əsl ev xanımıyam, onu demək istəyirəm. Baxın, görürsünüz, pərdələri dəyişməliyəm. Bu qış pərdələrdir. Bu necə pərdədir? Bu Nigar köçən vaxtı mən bu pərdələri vermişdim, kapselların pərdələrini. Yadınıza gəlirdim, oldu. Vermişdim. Nigarın cehizi gələndə nəsə, bunu bura sərdim, daha uzaq qış vaxtı getdik biz rayona, Bakıya. Allah qoysa, indi özümün pərdələrim var, çox gözəl, onları indi bir də gələndə üzü yaya gələcəm də, başa düşürsünüz, onu da vuracam, yəni. Bu da bizim mənim pandamdır, dostlar. O, pandadır, bu da. Bu da evi göstərim, evi dillər göstərim. Bu da bizim, baxın, bu da Nigarın haylanları. Buna hələ şey vaxtında, adı nədir? ATV-də ev yarışması vaxtında hədiyyə eləmişdilər. O sevən insanlar. Baxın, bu da Nigarın. Görürsünüz, o vaxtında, görürsünüz. Belə, bu da mənim işlədiyim vaxtında, yəni ki, şeydə, nədir onun adı? Şadlıq evlərində işlədiyim vaxtlardır, dostlar. Bu da bizim namaz otağımız. Bu evi tikəndə, tikintiyə başlayanda Nərgiz qızım mənə şeylədi ki, mama, nə var? Mənə bir dənə dedi, şey eləyə bilərsən, nədir? Namaz otağı, ibadət eləyim. Bu bizim ibadət otağımızdır. Bismillahirrahmanirrahim. Baxın, dostlar, çoxsunu Nərgiz aparır. Baxın, Quran-ı Kərimdir bu. Baxın, görürsünüz. Açıq qoymuşuq da, yəni açıq qoyulur. Allah qəbul eləsin. Bəli, bu ibadət otağımızdır bizim. Bizə qonaq gələn, məsələn, qohumlar mövlüd elədik bu evi tikəndən sonra hamısı burada gəlib namazlarını bir yerdə qılırdılar. Baxın, görürsünüz, burada görürsünüz ibadət üçün kitablar, fəzilətli əməllər kitabı. Çoxlu kitablarımız bizim. Orada aparıb Nərgiz. Bunu divardan gərək asaq, stendlərimiz də var inşallah. Allah qoysa, onda şey eləyəcək, bu pərdəni bir düzəldim, çəkin bunu. Bir dəqiqə, dostlar, bir dəqiqə. Bu da Nərgizdir, Nərgizin şəklidir bu da, görürsünüz, Nərgizdir bu da. Allaha qurban olun. Allah Teala hər zaman, dostlar, mənim qarşıma, mənim çiyinlərimə hər zaman ağır yüklər qoymuşdu. Bilmirəm, Allah Teala qoymuşdu, yoxsa fələk qoymuşdu. Amma bu yüklərdən həmişə alnı açıq, üzü çıxmışam. Bu da təsbihlərdir. Təsbihlərin neçə vaxtlar Məkkədən gəliblər, görürsünüz. Anamın təsbihi, anamdan qalan əşyalardır. Nərgizin yanındadır, Nərgizdədir bu dəqiqə onlar. Bir çox şeylər oradadır, yəni Bakıdadır. Bunu da asmaq lazımdır buradan. Quran-ı Kərimdir, bunu mamam rəhmətlik deyərdi ki, onu tez-tez vərəqləmək lazımdır. Tez-tez baxın, sizlərlə bərabər Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Aləmin Rəhmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdina sıratı illezîne en'amte müstakîm sıratı ve gayri mağdûbi aleyhim. Allahu ehad, Allahu semed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahu ekber. Ya Rabbi. Hamıya can sağlığı ver ey əziz Allah. Bunu belə dillər, mamam deyərdi ki, Quran-ı Kərimi mütləq vərəqləmək lazımdır. Bir də belə qoymuşam, belə dostlar, belə. Bu bizim baxmamızdır, dostlar.
Gördünüz mü? Çok değil, siz burada yük eləmişəm, görürsünüz yuxarı qalxa bilmirəm. Çox sağ ol Raul. Bu bizim daxmamız, yəni ki. Ömrümü, illərimi, hər şeyin yaxşısını evladlarıma vermək istəmişəm. Hər zaman dostlar. O başdakı da yenə otaqda kladovkadır ora. Xörək pişir də dayan. O da kladovkadır, başa düşürsünüz. Vəssalam, bundan ibarətdir dostlar. Bu da mənim güllərimdir dostlar. Mən gülləri çox sevirəm, dibçəkləri, çiçəkləri. Çox sevirəm dostlar. O qədər çox sevirəm. İnanın ki, biz bu 3-4 il şeyləsəydik, Bakıda olmasaydıq, evdə bu tikiləndən burada olsaydıq, inanın ki, bəlkə də mən həyətimi cənnət məkana döndərərdim. Güllərlə, çiçəklərlə, inanın mənə. Raul, çok sağ ol canım. Vəssalam. Belə. Çok sağ olun. Teşekkür ederim canım benim. Şimdi ekran döndərək, çevirək. Vəssalam. Belə dostlar. Belə dostlar. Yazıram, necədir? Oxumur. Səbəb nədir? Xanım, Quran-ı Kərimi bağlı saxlayın, səhifələrinizi salavat deyin. Yox, ay canım, şey eləyərlər də, tez-tez onu vərəqləyərlər, yəni ki. Raul, çox sağ ol, çox gözəl can sağlığı ilə, çox sağ olun dostlar. Bəzi insanlar bizi besprizorlu, belə nə bilim, pis əməllərlə, pis şeylərlə, süperdi, sağ olun evi. Xalama çox sağ olun dostlar. Təşəkkür edirəm. 800 adam çox sağ olun, var olun. Allah razı olsun. Qismət deyil. Əslində qismət tamam başqa şeydir. Amma ki nəysə. Açıq qoymaq olmaz kitabı. Açıq qoymaq olmaz. Bəs anam dedi vərəqləmək lazım tez-tez. Çox gözəl idi. Sağ olun. Bir dəfəlik, yox canım, bir dəfəlik köçməmişik. Ürəyim. Nigar istəyirdik bir dəfəlik gəlsin, köçsün, yayda, yəni qutarsın, gəlsin orada işlərini, güclərini. Nigar istəyir ki, gəlsin, köçsün, oğlu biliriz ki, buradadır da Nigarın. Bilmirik, irəliləyən aylarda mı, günlərdə mi, zamana buraxmaq lazım, zaman nəyə göstərəcək bilmirik. Gedişimizin səbəbini də bilirsiniz dostlar. Satmayın evi, Gülü Kərimlidir. Belə dostlar, qismət, görək nə olur. Ayan, necəsən? Ayan, yaxşı olun. Ekran tıklayaq dostlar, tıklamaq lazım ekranı. Kimin mənzili hara, niyyəti ora, Allah Teala el eləsin ki, hamının işi gücü rast getsin, peşmançılıq Allah Teala heç kəsə nəsib qismət etməsin. Rayon heyif deyil, vallahi heç getmək istəmirəm. Mən Bakıda yaşamışam, bilirsiniz də, ömrümün 40 ilini Bakıda sürmüşəm, istəmirəm. O həmən qaldığım Xırdalanda, istəmirəm. O maşınların səsi, havası istəmirəm. Bax, burada gəlmişəm, elə rahat yatıram. Bir sakitçilik var burada dostlar. Səssizlik, ıssızlıq burada var. O qədər yaxşıdır ki, bura vallah. Salam, altı necəsiz canım mənim? Bəli, 73. Belə dostlar, nə deyək? Allah xeyir eləsin Allah Teala. Xvoçi, haradasınız? Evdə. Salam, Lalə xanım, necəsiz? Bəs niyə qalmırsınız orada? Qalmamağımın səbəbini artıq bizim izləyicilər yaxşı bilirlər, yəni. Haradır bura? Ürəyin nə deyilsə, onu da edin, bəli. Bakıda deyilsiniz, xeyir. Nəvələrimlə istirahət edirəm. Oğlan nəvəm də yanımdadır, bizdədir. Qız nəvə Dəniz də burada yanımdadır. Mən ailəmi çox sevən qadınam, yəni ki, çox narahat birisiyəm, nigaran birisiyəm. İstəyirəm hamı bir yerdə olsun, hamı hər kəsin öz yerini bilsin, hamı bir yerdə olsun.
Neyse. Bak ezan sesi geldi. Görürsünüz meçit yanımızdadır. Ay Deniz kesin o telefonların sesini. Bismillah. Ha, güzel eviniz var kalın orada. He valla şərait zat genişlikdir hem de çok genişlikdir. 100 neçə kvadratdır bura. Genişlikdir bir aileye ne lazımdırsa bak burada var. Yani İnşallah yaxşı olar. Allah pis adamlara lənət eləsin. Tıklayın dostlar, ekran tıklayak kızlar. İnşallah gününüz olsun. Ayan gelsin esi yürekli. Sağ ol Ayan. Salam Təbriz hansı Təbrizdir? Nə Təbrizi? Burada Təbriz var. İbrahim mamanın adıyla gelmişsən sen yoksa bacının kimin adıyla geldin girdin bura? Zarina hanım. Zarina var burada. 13-38 gülürsə düz deyirəm də. Ana bacısını seven adam bu sözü yazmaz. Elə ay dostlar nə bilim. İnşallah da yaxşı olur. Salam Sayka xanım necəsiz? Nəvəniz necədir? Ürəyim bizim çempionumuz necədir? Tənha qadın deyir satma evi. Sayısı yazır prinsessa. Sağ ol canım benim ürəyim. Qəbələyə salamlar. Hara? Qubaya. Hə, Qubaya salamlar olsun canım. Çok sağ olun Sayka xanım. Siz necəsiz? Yaxşı olun canım benim. Çempionumuzu öpərsiz. Kamilla xanım mən yığdıqlarımdan gəl səndən bölək. Gəl bölüm yaman paxıllanırsan. Əziyyət çəkmirsən bilirəm. Axşamı xeyir İsxala Məryəm Abbasova salam axşamınız xeyir. 13:38'dir getməyin Bakıya. Nağaraq bəs burada qalaq. Vallahi hiç getmək istəmirəm sözün doğrusu ama Dənizin məktəbi var. Məktəb qutarsın ondan sonra belə bilmirik nə olacaq nə bilim. Heyf deyil rayon əlbəttə. Bəli, seçək. Təmiz havası. Hele o gördüğünüz çaya su gələndə, o çay kimi şeydən belə su keçəndə, ay Allah bir şırıldayır, şoruldayır. Orada yatırsan onun səsi gəlir gecələr adamın qulağına, o qədər sakitçilik olur. Bu sısı deyir qalmayın. Zakatalardır, gözəlliklər diyarı. Kəlli belli Zakatalar. Ha, bünövrə evimiz bura olsun da, bünövrə evimiz. İsxala bacınız, qohumlarınız var çıxda, əlbəttə ki. Bizim qohumların çoxsu Bakıdadır, yoxdur, Rusiyadadır. Bir dəqiqə dostlar dayanın, bir dəqiqə kuxnaya gedim, xoraya baxım.
Her yanda bak gül açılır, ey güzel peri. Olmuş onun içinde binler. Arif, darvaza bağlıdır. Arif. Ne pişirdiniz? İnanın Sevinç Hanım. Toyuğu koymuşam pişmeye. Ha ki pişmek bilmir. Qartmış toyuğuymuş. Pişmir de. Xoruzlu toyuqdu bilmirəm. Orada car var. Hə, car var. Sonra şey var. Oranın adı nə idi? Qəbizdənə var. Çox gözəl yerlər var Zaqatalada. Çox özdəki sabah göstərəcəm. Dağların ətəyindədir Zaqatala. Başa düşürsüz? Belə baxırsan elə ki dağın üstündəsən, dağın yamacdasan elə ki, yəni o qədər. Yaxınlıq o qədərdir dağa. Qət toyuğu bərk olur. Əla olur da, Xatirə xanım. Pişmək bilmir, gün ortadan qoymuşam, hələ pişir. Bəmbərk. Satma deyirlər, satma. Tənha qadın özünü öldürür, tənha qadın dil satma. Bəlkə xoruzlu xala. Mən nə bilim, toyuqla xoruzu ayıra bilmirəm. Bilmirəm. Salam Qəbələ qardaşım, necəsiz? Qəbizdərədə olmuşam, sizə yaxındır. Yox əşi, Qəbizdərə harda, mən harda. Satma düz deyil. Alo. Esxala, tala əziyyət çəkmirsən, hə, tənha qadın tanıyanlar bilir. Yaxşı olun, Qəbələ qardaşım, necəsiz? Suya nə atım? İstiyor atım. Buy. Yox əşi. Uşaqlar yeyə bilməz sonra. Qəbələ qardaş, çox sağ ol canım mənim. Aleybat ora yaxındır. Xeyr, ay bala, Aleybat çox uzaqdır buradan. Biz buradan şəhərə, sentrə 4 dəqiqə, 3 dəqiqə belə taksi ilə, maşınla gedə bilirik. 4-5 dəqiqəyə, 3 dəqiqə ilə belə çatırıq. Yəni. Burada torpaq da bahadır, bu saat evlərdə 1-2 ildən burada mənim qohumum var burada. Əmmin qızı bu yanda ev tikmişdi, yazıq. Heç qalmadı, yazıq. 100 minə, 50 minə makler ondan alıb, təsəvvür 2 mərtəbəli evi dostlar. 100 minə satıb. Təsəvvür edirsiniz, soda yox, bacarmaram. 100 minə satıblar. Yəni yeri, buranın yeri bu saat adından sanlandı, yəni. Soda yox, soda tökə bilmərəm. Sirkə atım. Gör nə yaxşı yerdə, sağ olun. Çox sağ olun, sağ olun. At, onda tez pişirir. Yox, soda dadı gələr, yox, uşaqlar bilməz. Qoy pişsin də nağarıq gözləyiblər. Gözəl yerdir, hə, gözəl yerdir. Həm də bizim həyətimiz təzə həyətdir də, dostlar.
Mən bura gələndə inanırsınız, bir dənə ağac zat heç nə yox idi da burada. Başa düşürsünüz? Hamısını öz əllərimlə, öz zəhmətimlə. Nə qədər belə daşlar yığışdırmışam buranı alandan sonra bu həyətdən də inanırsınız. Salam ay Aygün. Salam. Neçə bu gün net düzəməli gəlməmisən daha. Bugün niyə mən olmuşam canlıda? Ha, imtina eləmisən. Ha, söhbət edirdik də ona görə. Ekran tıklayaq dostlar. Ha, elə ondan danışırsan. Qarabağın, Qarabağın, Qarabağın. Qəbələ. Nə? Uy, Qəbələ. Duz vurmuram, yox. Ha. Oy oy Allah. Canan ağlayır yenə. Telefonda danışır. Deyirəm, ağlayır yenə. Gözlərdir bunun yazdığını. Nağarsın, yol gedə bilmir, yıxılır. Qalıb beləsilə. Az dünən çöldə yudum başımı, yaman günə düşdüm, inanırsan. Bu gün ancaq bütün günü ağzı üstə yıxılmışam bura. Ölürəm ay Allah. Ölürəm. Yaxşı da. Az bəsdir. Ekran tıklayın da dostlar. Arada vaxt elə kofta ödəyiş. Dəyişmərəm. TikToka gələndə bunu giyinirəm əynimə. Başa düşürsən? Ki, yaxşı görünür də, başa düşürsən? Başqalarını da gey də. Oradadır da, gətirmişəm bir-iki dənə, prosto ki. Salam, İyi salam, biraz. maşallah, salam. Ekran tıklayın da, sən əməlli başlı xəstəsən. Qəşəng kofta, ha, efirə də giyinirdim bunu. Tüllüdür ki şeydir. Salam, necə Tural, necəsən? Ürəyim, ay xala, salam, 8 salam. salmaçım oynayarıq. Salam, 355, salam. Ekran tıklayaq da dostlar, nə olar? Allah sən saxla. Arif pişir də nənəyə, bax pişir. Gün ortadan qoymuşam, hələ qapını örtdü Arif. Yaxşı, yaxşı. Ne bak geldi. Gelmeyecek lan bugün. Bugün yox, sabah. Gerçi bugün geldi. Sabah. Qapını örtdü, bu qapını örtdü Arif. Ay yalancı. Qızlar orada deyil, burada deyil. Ya qızlar işləyirlər, Bakıdadırlar. Bakıdadırlar uşaqlar. Mən gəldim. Oğlan burada olur axı. Gəldim, həm nəvəmi görüm, həm ev işiyə biraz əl gəzdirim, biraz oturum evdə, biraz sakit, uzaqlaşmaq istəyirdim. Yəni, başa düşürsünüz. Dərman işte, salam Emil, salam. Burada dərmanda gəzir.